Bismillahirrahmanirrahim. Bugünkü mühazirəmiz bu ünvandadır. Müharibənin ədəbi və döyüşü ilk başlayan olmamaq, ilk başlamağı qəbul eləməmək. Əvvəlki mühazirəmizdə Hürrün 1000 nəfərlik ordusundan danışanda gəlib çıxmışdılar, imamın qarşısını kəsdilər, imamı Kufiyə gəlməyə mane oldular, icazə vermədilər. Həmin vaxtı imamın səhabəsi Züheyr ibn Qeyn Rızvanullahi əleyh hərbi bir təklif sürdü imama, irəli sürdü ki, ey Peyğəmbər balası, indi bu 1000 nəfərlə döyüşmək sonra gələcək böyük ordularla döyüşməkdən daha asandır. Gəl bunlarla indi döyüşək, bunları indi məhv eləyək. Hərbi cəhətdən bu təklif yerində bir təklif idi. Amma imam əzəmətli kəlamın buyurdu. Ma kuntu liəbdəəhum bil kitab. Mən onlarla döyüşü başlayan olmayacam. Döyüşü başlayan mən olmayacam. İmam təsdiqləyirdi ki, onun hərəkatı bir hakimiyyət ələ keçirmək və ya qan tökmək addımı deyildi. Bu addım dəlil və höccəti sabit etmək hərəkatı idi. Məsumun nəzərində insanın hidayəti o qədər müqəddəsdir ki, bütün bəhanələr, cahillik pərdələri aradan qaldırılmadan o qanın axıdılmasına icazə vermirdi. İmam ta Aşura günü son ana qədər onları hidayət eləməkdən ötürü əlindən gələni elədi, son ana qədər təbliğ elədi, onları haqqa çağırdı. Həmin bu hadisə Aşura günü də baş verdi. Şimir, Allah ona lənət eləsin, gəldi xəndəyin kənarında dayanıb imamı təhqir eləməyə başladı. Həmin vaxtı Müslim ibn Avsəcə Rızvanullahi əleyh oxun qoydu yana. İmama xitab elədi ki, ağa icazə ver onu vurun, artıq hədəfimdədir, atsam dəyəcək. İmam orada da buyurdu ki, la tərmi və inni əkrahu ən əbdəəhum. Atma ki. Mən döyüşü ilk başlayan olmaq istəmirəm. Bu zülmdən və haqsız qan tökməkdən uzaq durmağın ən ali nümunəsidir. Həqiqi islahatçı qan tökməyi bəhanə axtaran deyil, qan tökməyə don geyindirən olmamalıdır. Son ana qədər qanı qorumağa və insanları xilas etməyə çalışmalıdır ki, İmam Hüseyn əleyhissalam Kərbəlada ən ali şəkildə bunu nümayiş elətdirdi. Hətta bütün yar-ı ənsarı, övladları şəhid olandan sonra öz axırda meydana çıxanda yenə də xitab eləyirdi, xütbə eləyirdi ki, kim hidayət olsa, kim gəlsə, Allah Taala bəlkə kimsə hidayət eləsin, keçsin bu tərəfə, onlar bəlkə özlərini xilas eləsinlər. İmamın Kərbəlada keçdiyi dərslər saysız hesabsızdır. Həmin dərslərdən biri də bu idi. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.